Aşağıdakı Python kodu hansı funksiyanı yerinə yetirir? Baxaq. Sətir-sətir baxsaq, əvvəlcə bir ədəd götürür, həmin ədədi mətninə çevirir. Daha sonra da for dövrü ilə həmin mətnin, yəni həmin o başda daxil edilmiş ədədin hər bir rəqəminə baxır. Yəni mətninə çevirir, simvollar üzə ayırır, yəni rəqəmlərə baxmış olur. Məsələn, yazsaq bura 2, 3, 5, 3. Nə edəcək bunları? Əvvəlcə mətninə çevirəcək, sonra da for dövrünə əsasən i-nin qiymətlərini ardıcıl olaraq əvvəlcə 2-yə, 3-ə, 5-ə və yenə 3-ə bərabər edəcək. Daha sonra həmin o simvollar üzrə baxacaq. Deyəcək ki, əgər o 5-dən böyükdürsə, n bərabər olsun yanlış, yəni false və burada dövr bitsin. Yəni 5-dən böyük bir rəqəmimiz olduğu an dövr bitir. Yəni digərlərinə baxmağına ehtiyac qalmır. Yox, 5-dən böyük bir rəqəm yoxdursa, n truya bərabər olur, növbəti addıma keçir. Məsələn, buna aid bir nümunə ilə bayaq yazdığımıza baxaq. 2, 3, 5, 3. i-nin qiymətləri əvvəlcə nə olur? Əvvəlcə 2-yə bərabər olur. Bunu ədədə çevirib baxır. 5-dən böyükdürmü? Deyil. Ona görə n bərabər olur truya. Buradan da n-lər yazaq. True. Sonra i-nin qiyməti nəyə bərabər olur? 3-ə. Yenə eyni halda nə verir bizə? n bərabər olur truya. 5 olduğu halda nədir? 5-dən böyükdürmü? 5-dən böyük deyil. Ona görə nədir? Yenə true verir bizə. Daha sonra 3-ə baxırıq. 3-də nə verir? Yenə true verir. Və dövr burada bitir. N-i çap eləyir, true. Yəni ki, doğrudur çap eləyir. İndi baxıram bu formada. Onu deməli, 5-dən böyük olduqda dayanırsa, deməli bu bizdə nə edir? Say sistemlərini yoxlayır. Bizdə 5-dən böyük rəqəmlərin olmadığı say sistemi hansıdır? 6-lıq say sistemidir. Çünki məsələn, hansısa bir say sistemi, məsələn, 5-lik say sistemindəki rəqəmləri hansılardır? 1, 0, 1, 2, 3, 4. 6-lıq say sisteminə baxsaq, 0, 1, 2, 3, 4, 5. Bundan kənar ola bilməz. Burada da deyiyordu, əgər 5-dən böyükdürsə ədəd, yəni daha doğrusu rəqəm, dövr orada dayansın. 5-dən böyükdürsə. Yox, 5-dən kiçikdirsə və ya da 5-ə bərabərdirsə, dövr davam eləsin və true çap eləsin. Yəni ki, nəyi yoxlayır bizdə bu? 6-lıq say sistemində olub-olmamasını yoxlayır. Baxaq buradan, deyir, daxil edilmiş ədədin 6-lıq say sistemində olub-olmamasını yoxlayır. Cavab oldu burada D variantı.